Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə PowerPoint-dən bəzi suallara nəzər yetirmək istəyirəm. İlk öncə baxacağımız sual 6 nömrəli sualdır. Sualda bizə deyir ki, təqdimat proqramı barədə hansı fikir doğrudur? İlk öncə A variantını analiz edək. Slayd obyektinə verilmiş animasiya lentin Home tabından silinir. İlk öncə uşaqlar, gəlin Home tabını nəzərdən keçirək. Baxın, mən sizə Home tabını nəzərdən keçirirəm. Home tabında, baxın görün, animasiya ilə bağlı hər hansı bir fikir varmı? Yəni, mən burada animasiya ilə bağlı hər hansı fikir görürəmmi gənclər? Siz görürsünüz ki, burada heç bir animasiya effekti aktiv deyil. Animasiyalarla bağlı nə eləyiriksə eləyirik, deməli, hardan eləyirik? Animasiya lent tabından etmiş oluruq. Bunun cavabı animasiya olmalıdır. Animation. Ona görə də A variantı bizim işimizə yaramaz. B variantı. Slaydların rəng sxemini insert lent tabından verilir. Xeyr, gənclər, slaydların rəng sxemi design lent tabından verilir. Bizə düzgün cavab sayıla bilməz. Məsələn, insert lent tabında hardasa bir lent rənglə bağlı nəsə görürüm? Yox, görmürük. Design lent tabına baxıram. Bir Sims'dən, bir də variantdan icra edə bilərəm. Məsələn, gəlib ürəyim istəyir, bunu düzəldib belə bir şey eləyirəm və görürsünüz ki, artıq hər birində neynədir? Dəyişdi. Həmçinin variantdan da variantdan da rəngləri neynəyə bilərik? Dəyişə bilərik gördüyümüz kimi. Burada da bizdə dizayn olmuş olacaq. Təqdimatın hər bir slayda müxtəlif sərlövhələr yerləşdirmək olar. Bəli. Siz bunu bu cür də görə bilərsiniz və yaxud da ki, footer əlavə eləmək olar, deyə bilərsiniz. Məsələn, gəlirəm insert lent tabından header. Düzdürmü? Fikir verin. Mən bura aşağı Günay Abdullayev yazmışam. Bunu dəyişirəm. Bir saniyə. Bunu dəyişirəm. Bunu yazıram. Informatics Günay. Fikir verin. Bunu yazdım. Heç nə eləmirəm. Burada Informatics Günay var. Gəlirəm bunun institutuna baxıram. Görürəm Günay Abdullayevdadır. Burada Informatics Günaydır. Deməli, nə ola bilər? Hər bir slayda müxtəlif aşağı sərlövhələr yerləşdirmək olar. Düzgün cavab C variantı. Keçək növbəti variantlarımıza baxaq. Təqdimatdan silinmiş slayd Recycle bin qovluğunda yerləşir. Ümumiyyətlə, gəlirəm Recycle bin qovluğuna baxıram. Görürəm ki, mənim Recycle bin qovluğumun içi boşdur. Baxın, hal-hazırda görürəm ki, Recycle bin qovluğumun içi boşdur. Gəlirəm, hər hansı bir slaydı silirəm. Məsələn, bunu sildim. Klaviaturunu delete edilməsini icra edirəm. Görürəm ki, silindi. Həmin slayd yoxdur. Məsələn, baxın, həmin slayd yoxdur. Düzdürmü? Gəlirəm, slayd Recycle binə baxıram. Görürəm ki, Recycle binin içi hələ də boşdur. Ümumiyyətlə, təqdimatdakı slaydların üzərində hər hansı bir işi icra eləmək ancaq təqdimatda qalır da. Yəni, başqa bir şey də olmur. Kopyalamaq, kəsmək, delete eləmək və s. Getdi. Slaydların nömrələri Slide Show tabında yerləşdirdi. Gənclər, xeyr, Slide Show tabında nömrə teması yoxdur. Siz slaydlarla iş görürsünüz burada. Slaydları nömrələmək bir Insert Lent tabında, Text Lent qrupunda Insert Slide Number əmrini icra edərək edə bilərsiniz. Bir də slaydların nömrələrini fərqləndirmək üçün Design Lent tabı Customize lent qrupu Slide Size əmrinin içərisində Custom Slides alt əmrinə giririk. Number Slide From. Bu isə slayd nömrələrini fərqləndirmək üçün istifadə olunur. Buna görə Y variantı da yanlışdır. Burada düzgün cavabımız C variantı olmuş oldu. Gənclər, sizə isə tapşırıq olaraq 7-ci sual yazmağı tapşırıram. Həmçinin bir də 9-cu sualı yazmağı tapşırıram.